Salam əziz uşaqlar. Bugün həmcins üzvlər mövzusunun izahına baxacağıq. İlk öncə baxaq həmcins üzvlər nədir və nəyə deyilir. Eyni üzvlə bağlı olub və eyni suala cavab verən sözlərə biz deyirik həmcins üzvlər. Burada biz sadəcə diqqət eləməliyik ki, həmcins üzv və həmcins söz anlayışları eyni deyil. Bunu indi qarşıda buna toxunacağıq. Deməli, əsas məsələ nədir? Eyni üzvlə bağlı olmalıdır və eyni suala cavab verməlidir. Məsələn, hər hansısa bir nümunəyə baxaq burada. Bizə qeyd olunub. Sevinci, Lalə, Reyhan çox yaxın rəfiqə idilər. Və yaxud da ağ, qırmızı, sarı güllər adamı heyran edirdi. Ağ gülə aiddir. Ağ gül, qırmızı gül, sarı gül. Bax, hər biri eyni üzvlə, yəni gül sözü ilə, gül mübtədası ilə əlaqələnibdir. Eyni suala hansı güllər, ağ güllər, hansı güllər, qırmızı, sarı, eyni suala da cavab verib. Ona görə burada təyin. Burada isə mübtəda həmcins olaraq işlənibdir. Kim Sevinç, kim Lalə, kim Reyhan. Bütün cümlə üzvləri qeyd elədiyimiz kimi həmcins ola bilir və bu həmcins üzvlər arasında ya tabesizlik əlaqəsi olur. Yəni bunun göstəricisi ya tabesizlik bağlayıcıları ya da intonasiya olur. Yəni tabesizlik bağlayıcısını biz keçəndə öyrənmişdik ki, tabesizlik bağlayıcısı həm həmcins üzvlər bərabər hüquqlu sözlər arasında, həm də tabesiz mürəkkəb cümlənin tərəfləri arasında işlənir. Tabesizlik əlaqəsində tərəflər bir-birinə tabe olmurdu, hər iki tərəf müstəqil olurdu. Və həmcins sözlər bir-biri ilə qeyd elədiyimiz kimi ya intonasiya ilə, intonasiyanın yazıda göstəricisi vergüldür bildiyimiz kimi və yaxud da ki, həm intonasiya, həm də tabesizlik bağlayıcısı ilə bağlana bilər. Nümunəyə baxsaq, o durdu, əl üzünü yudu, getdi. Burada sadəcə intonasiya, yəni vergüldən istifadə olunubdur və bütün xəbərlər, həmcins xəbər işlənilibdir. Durdu, yudu, getdi. Və hər bir həmcins xəbər mübtəda ilə, yəni o mübtədası ilə əlaqələnibdir. O durdu, o yudu, o getdi. Deməli, eyni üzvlə bağlı oldu. Eyni suala cavab verdi. Nə etdi, nə etdi, nə etdi. Və yaxud da ki, həm intonasiya, həm də tabesizlik bağlayıcısından bağlana bilər. O durdu da, əl üzünü yudu da, getdi də, yəni tabesiz iştirak bağlayıcısından istifadə olunubdur. Amma təyində bu bir qədər fərqli olur. Təyin həmcins olduğu kimi həm də qeyri-həmcins ola bilir. İlk öncə biz həmcins təyinə əslində burada nümunədə baxdıq. Digər bir nümunə də burada bizə verilibdir. Deyir ki, gözəl və göyçək qızlar gəlmişdi. Gözəl qız, göyçək qız. Hər ikisi qız mübtədası ilə əlaqələnib. Eyni üzvlə əlaqələnibdir. Eyni suala cavab veribdir. Ona görə bu həmcins mübtədadır. Amma qeyri-həmcins olduqda isə bir qədər fərqli olur. Məsələn, qeyd olunub qırmızı yaylıqlı qadın. Burada isə eyni üzvə yox. Çox zaman bir təyin digər təyinə aid olur. Qadın kim? Hansı qadın yaylıqlı qadın? Hansı yaylıqlı, qırmızı yaylıqlı? Biz burada qırmızı qadın deyə bilmirik. Məsələn, yuxarıdakı nümunədə biz ağ gül də deyə bilmişdik, qırmızı gül də, sarı gül də deyə bilmişdik. Hər biri gül mübtədası ilə əlaqələnmişdi, biz ona həmcins deyirdik. Bu nümunədə isə qeyri-həmcinslik var. Çünki yaylıq qadına, qırmızı isə yaylığa məxsusdur. Digər nümunədə həmin o gözəl məktəb binasını deyirəm. Deyirəm kim? Mən. Mübtəda ixtisar olunubdur. Nəyi deməli məktəb binasını, deməli gözəl məktəb binası, deməli gözəl məktəbə, hansı gözəl o gözəl, hansı o gözəl, həmin o gözəl. 3 dənə həmcins təyin işlənibdir burada. Həmin, daha doğrusu qeyri-həmcins təyin, həmin o gözəl, hər biri təyindir, amma qeyri-həmcins təyinlər hesab olunacaqlar. Və yenə də burada biz bütün cümlə üzvlərinin həmcins mübtəda, həmcins xəbər, həmcins tamamlıqların və zərfliklərin işlənmə məqamlarına, nümunələrə diqqət edərək daha dərindən mənimsəyə bilərik. Bu nümunələri oxumağımız ona görə faydalı olacaqdır. Və artıq həmcins üzvlər nədir? Necədir? Biz beynimizdə formalaşdırdıq. Çox zaman burada biz nədən istifadə edirik? Ya vergüldən qeyd elədik ki, ya da ki, həm vergül, həm də tabesizlik bağlayıcılarından istifadə elədik. Önəmli olan burada sadalamadır. Eyni üzvlə bağlı olmasıdır ki, və eyni suala cavab verib eyni cümlə üzvü olurlar. Bu zaman biz həmin üzvlərə həmcins üzvlər deyirik. Bu həmcins üzvlər arasında ümumiləşdirici sözlər işlənilir. Ümumiləşdirici nədir? Həmcins üzvlərin hamısına aiddir və ona aid olan
və onu ümləşdirən sözlərə deyilir ümləşdirici sözlər. Ümləşdirici sözlər bəzən əlavələrlə qarışdırıla bilər uşaqlar tərəfindən, amma fərqli olaraq əlavə biz bilirdik ki, hər zaman aid olduğu üzvdən sonra gəlirdi, amma ümləşdirici sözlər həm əvvəl, həm də sonra gələ bilirlər. Adətən əvvəl gəldikdə 2 nöqtə qoyulur. Burada gördüyümüz kimi sinifdəkilər ümləşdirici sözümüzdür bizim. Dalıca gəlir sadalama intonasiyası ilə Lalə, Həsən, Günel ayağa qalxdılar. Və bu zaman biz gördüyümüz kimi sinifdəkilər mübtədasından sonra 2 nöqtə qoyulubdur. Daha sonra gəldikdə isə tire işarəsindən istifadə olunur.